Bu dərs əslində biz biraz troubleshootinglə məşğul olacağıq. Xatırlayacağınız üzrə bundan öncəki dərslərdə biz Foxy Proxy vasitəsilə proxy quraşdırmışdıq və Burp Suite-də sorğuları intercept eləyirdik. Orada problemsiz şəkildə məndə işlədiyini görə bilərsiniz. Ancaq siz eyni şeyi yoxlasanız, xüsusilə lokal hosta qaldırdığınız hər hansı bir web server varsa, orada lokalda olan sorğuları Burp Suite-in görmədiyini özünüz də müşahidə eləyəcəksiniz. Bunun əslində bəzi minimal səbəbləri var. Mən ilk olaraq problemi sizə göstərmək istəyirəm. Baxın, gördüyünüz üzrə mənim burada üzr sayın, bunu mən yenə eyni şəkildə şəkildə işləyir. Baxın, mən buradan Burp Suite-də paralelləşmişəm. Siz də Burp Suite açın. Mən bundan əvvəlki belə deyim dərsdə icra elədiyim prosesi icra eləməyə çalışsaz, məsələn gəlib burada intercepti aktivləşdirirsiniz, paralelində buradan proxy-ni seçirsiniz. Məsələn Burp seçirəm. Sonra brute force qisminə gəlirəm. Baxın, mən sırf brute force hissəsinə getsəm belə, burada mənim sorğum əslində tutulmalı idi. Sadəcə gördüyünüz üzrə tutulmur. Və yaxud gəlin burada login eləyim. Eyni şəkildə bura heç bir sorğu gəlmir. Ancaq mən burada bütün sorğularım status kodu ilə bir yerdə, detalları ilə bir yerdə burada olmalı idi. Məsələn, deyə bilərsiniz ki, proxy-də problem var. Proxy-də problemin olmadığını mən belə göstərə bilərəm sizə. Məsələn, bir ünvana yetməyə çalışıram və baxın, gördüyünüz üzrə həmin ünvan burada tutuldu. Yəni mən bunun üzərində istənilən prosesi icra eləyə bilirəm. Metodundan tutmuş, mən daha sonra bunu repeater'a, intruder'a və yaxud başqa bir ünvana yönləndirib yenə üzərində əməliyyatlar apara bilirəm. Lakin spesifik olaraq lokal hostda işləyə bilmir. Əslində bunun həlli sadədir. Lakin mən özüm biraz araşdırmalı oldum nəticəni tapmaq üçün. Çünki konkret bir nəticə yox idi YouTube-da və yaxud Google-da search eləyən zaman. Burada siz necə eləyə bilərsiniz? About yazdıqdan sonra 2 nöqtə qoyub config yazırsınız və Firefox'un belə deyim configuration hissəsinə keçid etmiş olursunuz. Baxın, buna getməyə çalışdıq. Buradan Burp təbii ki söndürməyi unutmayın, belə deyim. Disable elədim. Accept risk and continue deyirəm. Bura gəlib eləyəcəyiniz şey sadəcə network.proxy yazmaqdır. Network.proxy yazıram və gördüyünüz kimi hijacking localhost false olaraq verilib burada. Mən bunu sadəcə true'ya dəyişirəm. Bu localhost üzərində əməliyyatları bloklayan bir belə deyim Firefox settingsidir, yəni parametridir. Mən bunu aktivləşdirirəm. İndi yenə qayıdıram bura. Mən intercept'i on-off eləyəcəm bir daha. Off elədim. Burada təmizləndi. Eyni şəkildə qayıtdım bura. Burp'ümü eyni şəkildə aktivləşdirirəm. Burp'ümü aktivləşdirdim bir daha və intercept'i də buradan eyni şəkildə on eləyirəm. Və təkrardan mən sorğunu yollamağa çalışıram. Baxın, təkrardan sorğunu yollamağa çalışıram. Və görək bu Burp tərəfindən tutuldu yoxsa yox. Bunu forward elə. Login düyməsinə kliklədim. Baxın, gördüyünüz kimi artıq bu vəziyyətdə mənim sorğumu tutdu. Mən bu kontentini oxuya bilərəm. Baxın, gördüyünüz kimi admin burada göstərmir. Lakin burada ümumi, baxın bu URL hissəsini göstərir, sorğuları göstərir və hostunda localhost olduğunu göstərir. Yəni sadəcə eləyəcəyimiz şey bizim about config hissəsinə girərək burada network proxy-ni allow eləməkdir, true hala gətirməkdir və beləcə problemimiz həll olmuş olur. Bu troubleshooting ilə bağlı belə deyim qısa bir videoydu. Sadəcə düşünürəm ki, sizdə də bununla bağlı problem yaranacaqdır. Sürətli şəkildə aradan qaldırdıq ki, sizin belə deyim növbət dərslərdə bir qopuqluq yaşanmasın. Bu dərslik bu qədər. İnşallah növbət dərsdə görüşərik.